Böyük qayıdış davam edir. Belə ki, bugün daha bir neçə ailə doğma yurduna qovuşub. Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi, Xocalının Xanyurdu və Təzəbinə, Ağdərənin isə Həsəniz kəndləri növbəti sakinlərini qarşılayır. Ətraflı Xocalıda olan əməkdaşımız Elnur Tofiq birbaşa bağlantıda çatdıracaq. Elnur, buyurun, son məlumatlar nələrdir, eşidək. Bəli, geridə qalan xəbər saatında bildirdiyimiz kimi azad torpaqlarımıza böyük qayıdış davam edir və məlumat üçün bildirim ki, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Xanyurdu və Təzəbinə kəndlərinə, həmçinin Ağdərə rayonunun Həsəniz kəndinə keçmiş məcburi köçkünlərin bir hissəsi geri dönəcək və hazırda biz Xocalı şəhərindəyik. Xocalı şəhərində Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, həmçinin Xocalının Xanyurdu və Təzəbinə kəndlərindən olan keçmiş məcburi köçkünlər məhz onlar üçün əsaslı təmir bərpadan sonra hazır vəziyyətə gətirilmiş fərdi yaşayış evlərinin açarlarını elə Xocalı şəhərində alacaqlar və məlumat üçün bildirim ki, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə bugün 5 ailə 25 sakin, Xocalı rayonunun Xanyurdu kəndinə 6 ailə 24 sakin, Təzəbinə kəndinə isə 8 ailə 41 sakin geri dönəcək. Həmçinin bayaq qeyd etdiyim kimi Ağdərə rayonunun Həsəniz kəndindən də 10 ailə 52 sakin doğma yurda qovuşacaq. Bugün ümumilikdə 29 ailə 142 sakin artıq məcburi köçkünlük həyatını başa vuraraq öz doğma yurdlarına qayıtmış olacaqlar və geridə qalan xəbər saatında biz giriş postundan, işğaldan azad olunmuş ərazilərimizə giriş postundan bağlantı yaratdıq. Bu bağlantını isə Azad, Abad, Xocalı şəhərindən gerçəkləşdiririk və təkrarən bildirim ki, Xocalı şəhərinin mərkəzində keçmiş məcburi köçkünlər öz fərdi yaşayış evlərinin açarlarını alacaqlar. Artıq məcburi köçkün həyatını başa vurduqdan sonra əbədi olaraq öz doğma yurdlarında yaşayacaqlar. Operatorumuz az öncə görüntüləri sizə təqdim etdi. Onlardan artıq bir hissəsi buradadır və digər hissəsi isə birazdan bura çatacaq və onlara mənzillərinin açarları təqdim olunacaqdır. Mənim isə Xocalı şəhərindən çatdırmaq istədiklərim bunlardır. Sözü yenidən sizə veririk. Əməkdaşımız Elnur Tofiq Xocalıdan birbaşa bağlantıda məhz növbəti sakinlərini qarşılayan Xocalı barədə son məlumatları çatdırdı.